bizi qıldığımız namaz, yalnız bizim qıldığımız namaz qurtarmayacaq. Bəzi qardaşlar, bəzi insanlar məni səhv anlayır. Deyir, sən elə ancaq əxlaqlı olmaqdan danışırsan, namaz ibadətini kiçimsəyirsən, önəmsəmirsən. Haşa, xeyr, estağfurullah. Namaz Allahın əmridir. Namaz vacibdir. Namazsız bir müsəlmanda xeyir yoxdur. Namazsız bir dində xeyir yoxdur. Namaz haqqında yetərincə ayə və hədislər var namazın önəmi və əhəmiyyəti haqqında. Biz deyirik ki, namaz mühümdür, namaz önəmlidir, amma hər şey namaz deyil. Namaz qılmaqla işimiz bitmir. Yalnız qıldığımız namaza güvənməyək. Əxlaqdır əsas məsələ. Və əxlaqlı olmaq üçün də namaz qılmaq da şərtdir. İmam Nəvəvi rəhmətullahi aleyh deyir ki, əgər qeybət edən bir şəxsi görsəniz deyir, birincisi o şəxsi onu qeybət etdirməkdən onu çəkindirməyə çalışın. Susturmağa çalışın ki, bax sən falan müsəlman qardaşımızın qeybətini edirsən, düzgün etmirsən mənim qardaşım. Onu o yoldan çəkindirməyə çalış. Yox, əgər çəkindirməyə çalışmırsansa və ya çəkindirə bilmirsənsə, bacarmırsansa, buna rəğmən yenə həmin o şəxs qeybət etməyə davam edirsə, oradan deyir uzaqlaş. Kənarlaş oradan. Sən də onu dinləyirsənsə, o daha çox həvəslənib, daha çox müsəlman qardaşının qeybətini edəcəkdir. Bax, bu da bir çox müsəlman qardaşlarımız bu günah edir. Özü qeybət etmir, amma qeybət edəni dinləyir, oturur, heç reaksiya da vermir. Demir, bax, qeybət etmə, düzgün etmirsən. Sadəcə dinləyir. Sən o dinləməyin, onun qeybətini sənin ortaq olmağın deməkdir, şərik olmağın deməkdir. Ya onun qeybət etməkdən çəkindirəcəksən, mane olacaqsan, ya da ki, çəkinmirsə, sən oradan uzaqlaşacaqsan. Və bildirməlisən, bax, sən müsəlman qardaşının qeybətini etdiyinə görə mən buradan uzaqlaşıram. Mən sənin qeybətini dinləmək məcburiyyətində deyiləm. Bugün müsəlmanlar buna daha çox riayət etməlidir. Əgər bütün bunlara riayət edəriksə, əxlaqlı müsəlman onda olmuş olaraq. Belə bir müsəlmanı Allah da sevər, ətrafdakı insanlar da sevər, bütün cəmiyyət sevər. Belə bir insan ətrafdakı digər insanlara ən gözəl nümunə olar. Yeri gəlmişkən, nümunə deyərkən, Araz müəllim, ən gözəl İslamı təbliğ etmək, dəvət etmək elə İslamı özümüzün yaşamasıdır. Əxlaqlı mömin olmaq. Sən əxlaqlı ol, sən doğru dürüst ol, nümunə ol, həqiqi mənada. Kiməsə namaz qıl, oruç tut deməyə ehtiyac yoxdur. Kiməsə kəlmə-i şəhadət gətir, gəl müsəlman ol deməyə inan ki, ehtiyac yoxdur. Sənin o əxlaqlı olmağın, sənin o müsbət mənada davranışın ətrafdakı insanlara bir növ İslamı təbliğdir. İstisna ola bilər təbii ki. İnsanların böyük əksəriyyəti səndən müsbət yöndən təsirlənəcəkdir. Deyəcək ki, Araz müəllim kimi mən olmaq istəyirəm. Araz müəllim kimi olmaq istəyirəm nə deməkdir? Araz müəllim namaz qılır, mən də namaz qılmaq istəyirəm. Araz müəllim kimi olmaq istəyirəm nə deməkdir? Araz müəllim Ramazan ayında oruç tutur, mən də oruç tutmaq istəyirəm deyəcək. Sənin kimi olmağa çalışacaqdır. Bəzi insanlar var ki, ancaq işi gücü onu belə deyək, zahirən, xaricən görünür. Baxanda İslam'a dəvət etməkdir. Yəni özü yaşamır, özü Allahın əmrlərini o qədər də yerinə yetirmir, ancaq niyə sən namaz qılmırsan deyir. Sən özün namazın bütün şərtlərinə riayət edirsən. Biraz əvvəl bəhs etdiyim həmin sənin qıldığın namaz səni əxlaqlı edibmi? Sən əxlaqlı ol, ətrafdakı insanlar da səndən müsbət yöndən təsirlənəcəkdir. Bu nöqteyi nəzərdən deyirik ki, əxlaqı olmayanın dini də yoxdur. Baxın, Araz müəllim, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün sahabələrə deyir ki, müflis kimdir bilirsinizmi? Sahabələr, ey Allahın Rəsulü, bizə görə müflis pulu, parası, varı, dövləti olmayan şəxsdir. Və ya daha əvvəl zəngin idi, varlı idi, daha sonra kasıblaşdı. Müflis oldu da. Bizə görə müflis budur. Allah Rəsulü sallallahu aleyhi və səlləm, yox, əsl müflis o deyil. Sizin dediyiniz o müflis dünyada kim müflisdir? İflasa uğradı. Varlı idi, daha sonra kasıblaşdı, iflasa uğradı. Əsl müflis o kimsədir ki, deyir. Allahın huzuruna namazla gələr, oruçla gələr, zəkatla gələr. Yəni bütün bu ibadətləri dünyada edibdir və o şəkildə Allahın huzuruna gəlir. Amma eyni zamanda bu şəxs bunun malını oğurlayıb, çalıb, qeybətini edib, paxıllıq eləyib, ona söyüb, onu döyüb, qul haqqına da girib, qul haqqına riayət etməyib eyni zamanda bu şəxs. Amma namaz da qılıb, oruç da tutub, zəkat da verib. Yəni müəyyən bu namaz qılaraq, oruç tutaraq, zəkat verərək, sədaqə verərək bu ibadətlərdə müəyyən savab əldə edib, amma eyni zamanda qul haqlarına da riayət etməyib, oradan da günahları var. Bu şəkildə Allahın huzuruna gələr və haqq hesab nəticəsində deyir, kimsə iflasa uğrayar. Necə iflasa uğrayar? Deyək ki, misal üçün, hədisin daha geniş mənada rəvayət edirəm, açıqlamasını verməyə çalışıram. Deyək ki, bu şəxsin namaz, oruç, zəkatdan, dünyada etdiyi ibadətlərdən 100 savab əldə edib. Bu şəxsin 100 savabı var. Amma qul haqqına girmə nəticəsində 1000 günahı var. 1000 insanın haqqına girir və ya 1000 günahı var, belə deyək. Haqq hesab aparılmalıdır. 100 savabı alınır, haqqına girdiyi kimsələrə verilir deyir. Bax, hədisdə. Həmin o savabı alınır, haqqına girdiyi kimsəyə verilir. Amma ödəşmədi axı. Ödəşmədi. Axı 900 günahı qalıb. 1000 günahı vardı, 100 savabı verdi, 100'ü çıxdı. 1000 günahın 100'ü silindi, belə deyək. 9 günahı durur. O zaman da haqqına girdiyi kimsələrin günahı deyir alınır. Bu şəxsə yüklənir. Və duribə və finnər deyə keçir hədisdə. O kimsə deyir cəhənnəmə yuvarlanır.
Diqqət edin. Baxın deyir Allah Rəsulu sallallahu əleyhi və səlləm, baxın əsl müflis budur. İflasa uğradı da. Bu şəxs dünyada ikən namaz qılmışdı, oruç tutmuşdu, zəkat vermişdi, sədaqə vermişdi. Bu ibadətlərinə güvənərək Allahın huzuruna çıxmışdı və haqq hesab nəticəsində iflasa uğradı. Baxın əsl müflis odur deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. İflasa uğradı. Onun üçün Araz müəllim, qıldığımız namaza, tutduğumuz oruca, verdiyimiz sədaqələrə, yalnız bu ibadətlərə güvənib, əgər qul haqlarına riayət etmiriksə, əxlaqlı deyiriksə, özümüzü aldatmayaq. Bizi qıldığımız namaz, yalnız bizim qıldığımız namaz qurtarmayacaq. Bəzi qardaşlar, bəzi insanlar məni səhv anlayır. Deyir, sən elə ancaq əxlaqlı olmaqdan danışırsan, namaz ibadətini kiçimsəyirsən, önəmsənmirsən. Haşa, xeyr, əstəğfurullah. Namaz Allahın əmridir. Namaz vacibdir. Namazsız bir müsəlmanlıq xeyri yoxdur. Namazsız bir dində xeyri yoxdur. Namaz haqqında yetərincə ayə və hədislər var namazın önəmi və əhəmiyyəti haqqında. Biz deyirik ki, namaz mühümdür, namaz önəmlidir, amma hər şey namaz deyil. Namaz qılmaqla işimiz bitmir. Yalnız qıldığımız namaza güvənməyək. Əxlaqdır əsas məsələ. Və əxlaqlı olmaq üçün də namaz qılmaq da şərtdir. Bunu deyirik biz. Yəni mən demirəm, biz kimik, vasitəsiyik biz. Allah deyir. Onun rəsulu deyir. İnnəs-salətə tənhə anil fəhşə vəl munkar. Dəfələrlə bu ayəti tez-tez biz oxuyuruq, təkrarlayırıq. Namaz çirkin və pis işlərdən çəkindirər. Məqsəd budur. Məqsəd əxlaqlı olmaqdır. Əxlaqlı olmayanın dini yoxdur. Nə xoşbəxt o insandır ki, nə xoşbəxt o mömindir ki, həm namazını qılır, orucunu tutur, zəkatını verir, Allahın haqlarına riayət edir, imkanı varsa həccə gedir, eyni zamanda qul haqqına da riayət edir. Eyni zamanda müsəlman ətrafındakı olan insanlara, digər insanlara, qonşularına əziyyət verməz, əli ilə və dili ilə əziyyət verməz. Heç bir müsəlmanın qeybətini etməz, yalan danışmaz, doğru dürüst olar. Heç bir müsəlman qardaşına paxıllıq etməz, kin güdməz. Nə xoşbəxtdir belə bir müsəlman, nə xoşbəxtdir belə bir mömin. Allah bizi o şəkildə, bu dediyim şəkildə ibadətini edən, Allahın haqlarını riayət edən, eyni zamanda da qul haqlarını riayət edən bu şəkildə bir həqiqi əxlaqlı möminlərdən etsin. Allah razı olsun. Cümləmizdən razı olsun. Teşekkürler. Hocam dəyərli fikirlər söylədiniz. Minnətlər. Siz də sağ olun, Allah razı olsun. Mən də təşəkkür edirəm.